Gözəl buyurub Allahın Rəsulü. Hər kəs istəyir cəmaatın ən güclüsü olsun, Allaha təvəkkül etsin. Məntiqən də düzdür də bu cürdür. Hansı böyük qüvvəyə söykənsin, o qüvvənin sayəsində sən böyük olarsan. Dünya əhli baxır, kim güclüdür, kim varlıdır, gedir ona söykənir. Elədir? Amma iman əhli deyir, yox, ən güclüsün siz tanımadınız, tapmadınız, ən güclüsü Allahın özüdür. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Və mən əhəbbə ən yəkunə əqvən nas fəlyətəvəkkəl alallah. Hər kəs istəyir, ən güclü olsun, Allaha təvəkkül etsin. Təvəkkül yəni sığınsın, söykənsin. Fərdi həyatda da bu cürdür bu, bəli. Amma təkcə fərdi həyatdır. Siyasi arenada, dünya səviyyəsində, dövlətlər arasında, yüksək səviyyədə də bu cürdür bu. Hansı siyasət ki, Allaha söykənir. Hansı qoşun ki, Allaha söykənir, o güclüdür.